Dəyərli müəllimlər, növbəti izahadım sizlərə təlimin forma və modelləri olacaq. Sinxron və asinxron tədris. Əziz müəllim, bildiyimiz kimi dərslər əyani və onlayn şəkildə həyata keçirilir. Canlı dərslə onlayn dərsin əsas fərqi ondan ibarətdir ki, fiziki olaraq canlı dərslərdə müəllim və şagirdlər sinifdə olar, onlaynda. Bunlar üçün onlayn dərslərdə deməli canlı dərsləri onlayn dərsləri canlı dərslərdən fərqlənən bir çox yanaşmalar var ki, buna əlaqədar deməli onlayn təhsil dərsləri müəyyən sistemlərin təlim ehtiyaclarının deməli var ki, onların elə bir ki, dəstəkləyən mühitin formalaşdırmasına ehtiyac var. Həm canlı, həm də onlayn dərslərdə sinxron və asinxron yanaşmalar var. İndi gəlin görək sinxron yanaşma nədir, onlayn tədris nədir, onları təhlil edəcəyik. Əziz müəllim, sinxron tədris prosesinin elə bir növüdür ki, burada şagirdlər eyni anda prosesə cəlb olunur. Yəni asinxrondan fərqli olaraq hamı üçün eyni anda gedir. Məsələn, bunu canlı şəkildə də, onlayn şəkildə edə bilərik. Məsələn, bizim canlı dərslərimiz sinxronun bir növüdür. Bir də məsələn, eyni saatda biz dərsə qoşuluruq. Bu da onlayn dərslərin sinxronu nümunədir. Məsələn, Teams üzərindən, Google Meet üzərindən, Zoom, məsələn, bizim hazırlıqlarımız, webinar və seminarlarımız, bunlar da eynidir. İnteraktiv onlayn seanslarımız, bunlar da deməli sinxronun tərkib hissəsindədir. Bəs sinxron tədrisin asinxron tədrisdən nə kimi üstünlüyü var? Üstünlüyü ondan ibarətdir ki, bir-birimizə əlaqə yaradır. Məsələn, mən sizə material atmıram. Material atıb sual cavab eləmirəm də, sualı verirəm, sonra cavabını siz bir saniyə dayandırıb videonu baxmısınız. Eyni anda bir-birimizlə əlaqə yarada bilirik. Müəllimlə şagird arasında məlumat və təcrübə ani şəkildə ötürülür. Canlı və sürətli əks əlaqə yaradılır və dərslər əvvəlcə müəyyən edilmiş vaxtda keçirilir. Eyni zamanda ünsiyyət və sosial bacarıqlar inkişaf etdirilir. Asinxron isə sinxrondan əksi olaraq hamının eyni anda məkanda olması vacib deyil. Bunu məsələn şagirdlərə material təqdim edib, məsələn özləri də rahat zamanda tanış ola bilərlər. Qrafiklərində özləri tədris edə bilərlər. Asinxron dərslərdə spesifik olan məqamlar var ki, onları biz bilməliyik. Məsələn, əvvəlcədən hazırlanmış mühazirə və video çarxlar önəmlidir. Uşaqlar özlərinə uyğun qrafik şəkildə tanış olurlar. Diskussiya üçün yaradılmış onlayn forumlar var ki, məsələn, bu da çox önəmlidir. Məsələn, həmin forumlarda iştirakçılar istədikləri sualı verə, yaxud da ki, cavablandıra bilərlər. Burada vaxt məhdudiyyəti yenə yoxdur. Elektron post və yaxud da digər mesaj ötürmə vasitələrindən istifadə edə bilərlər. Bu da elektron vasitə kimi həyata keçiriləcək ünsiyyətdə, yəni həmin dəqiqə cavab vermək məcburiyyəti yoxdur. Məsələn, siz mənə sualı göndərsiniz, mən oxuyuram, sonra cavab verirəm. Rəqəmsal tapşırıqlar və yaxud da ki, layihələr, bu da əvvəlcədən hazırlanmış çərçivə əsasında olur. Həmin işlərdə rəqəmsal platformalar üzərindən göndərə bilirik. Tapşırıq göndərmək üçün yenə zaman yoxdur. Tutaq ki, mən sizə test atmışam. Məsələn, canlı dərs keçmirik, yəni sinxron keçirik. Məsələn, arada olur bizim müəyyən bir işimiz olur, canlı qoşulmuruq. Mən testləri atıram, siz də platformalar üzərindən, Google Forms üzərindən məsələn atıram, sizə işləyirsiniz, sonra mən onlara baxıram. Vaxt məhdudiyyəti yoxdur həmin an. Canlı dərslər, bir də ənənəvi sinif otaqlarında asinxron dərslər həyata keçirmək olur. Məsələn, layihələrin müzakirəsi, icrası zamanı, çətinliklərin həyatı zamanı. Bunu məsələn həm onlayn, həm də canlı dərslərdə həyata keçirə bilərik. Onlayn dərslərdə rahat və məqsədə uyğundur bunlar həyata keçirmək. Bir də əziz müəllimlər, asinxronun sinxrondan bir çox üstünlükləri var da. Bunlar isə məsələn öyrənmə vaxtı sizin üçün konkret deyil. Məsələn, sənin işin çıxa bilər, başqa vaxt baxa bilərsən. Araşdırma və təhlillər çox zaman olur. Şagirdlər tapşırıqları yerinə yetirməsi zaman vaxtı sərbəst seçirlər. Şagirdlərin güclü motivasiya, özünü idarə etmə, vaxtı idarə etmə bacarığı formalaşır. Bu isə üstünlükləri oldu. Bir də var müəllimlər hibrid, yəni həm canlı, həm də onlayn şəkildə sinxron və asinxron formada keçən dərs formasıdır. Və tədqiqatlar göstərir ki, deməli, burada asinxron tədris, sinxron tədrislə kombinə olunaraq tətbiq edikdə faydalı olur. Mən indi diqqət etsəz, məsələn, magistratura bir çox hibrid təhsildən istifadə edən var və olduqca yüksək tədqiqatçılar göstərilir ki, burada tədqiqatçı, məsələn, Sarah və Meteo deməli tədqiqatçılar bunu müşahidə edib aparıblar və nəticə etibarilə belə bir qərara gəlirlər ki, üstündür. Yəni bu zaman deyir, dərsin materialını əvvəlcədən şagirdlərə göndərilir, müəyyən tapşırıqlar verilir, onda müəyyən vaxt ərzində əvvəlcədən canlı onlaynlar təşkil olunur, müzakirə olunur. Tutaq ki, elə bir ki, mən
canlı keçmirəm, material atıram. Gah belə eləyirik, gah belə. Yəni gah canlı olur, gah onlayn olur. Bax belə hibrid təhsil adlandırılır bu. Bu zaman şagirdlər seçim etməsi, sərbəst çalışması üçün şərait yaradılır. Deməli, bəzən biz pandemiya zamanı hibrid təhsilə müəyyən miqdarda keçdik, müəyyən günlər getdik, müəyyən günlər evdə qaldıq, xatırlasaz. Ümumiyyətcə, müəllimin öz yaradıcılığına əsasən istənilən onlayn tədris növlərini birlikdə adaptə edərək tətbiq etməsi, artıq onun özünün metodiki bacarığına, yaradıcılığından asılıdır. Yəni, istənilən tədris formasını müəllim həyata keçirməsi sərbəstdir. Bu, onun yaradıcılığını tətbiq edə bilər. Hibrid tədris formasında üstünlüyü məhz bundan ibarət oldu əzmənlər. İndi isə gəlin təlim modellərində sorğu və araşdırma əsaslı təlimi təhlil edək. Burada Albert Einstein ilə bir cümlə ilə başlayırıq. Albert Einstein deyir ki, mənim xüsusi bir istedadım yoxdur. Sadəcə olaraq çox güclü maraq hissim var. Deməli, mən maraqdayam, araşdırıram. Bu zamanda mənim daha yaxşı şəkildə nailiyyətlər əldə ediləm. Ümumiyyətcə, bir çox tədqiqatlar da göstərir ki, öyrənmənin açar məqamlarından biri maraqdır, yəni motivasiyadır. Hətta deyir, IQ anlayışını da bununla əlaqələndirirlər. Deməli, əzmənlər, intellektual maraq ilə öyrənməni uzlaşdıran sorğu və araşdırma əsaslı təlim metodu tədris prosesinin uyğunlaşdırılmış bir modeldir. Hansı ki, şagirdlər öyrənmə prosesində sual vermək, fərziyyə irəli sürmək, müşahidə etmək, araşdırmaq, nəticəyə cəlb olunurlar. Araşdırma əsaslı, sorğu əsaslı öyrənmə isə çox önəmlidir onların fəaliyyətində. Sorğu və araşdırma əsaslı təlim modeli şagird mərkəzli yanaşmadır, yəni uşaqlara yönəlilir. İnformasiyanı pasiv şəkildə qəbul eləmək ənənəvdə qaldısa, artıq indi araşdırma əsaslı edirlər. Ona görə də müəllim bu modeli həyata keçirərkən şagirdlərdə bax bu bacarıqları formalaşdırır. Sorğu və araşdırma əsaslı deməli tədqiqatı ümumiləşdirəndə öyrənmə prosesi bir çox komponentləri var ki, hansı ki, onları gəlin sadalayaq. Yönləndirmə, əsas sualın qoyulması, irəli sürülməsi, fərziyyənin, araşdırma, nəticə və müzakirə. Gəlin bunların hər birini qısaca təhlil edək. Məsələn, şagirdləri məqsədə yönləndiririk birinci. Yəni, diqqət və marağını yaratmaq üçün məqsədə uyğun bir metodlardan seçirik. Mövzu ilə əlaqəli hər hansı bir situasiya, maraq və s. yaradırıq. Növbətdə isə artıq bunu həyata keçirəndən sonra artıq fərziyyə əsas sual qoyulur. Bu mərhələdə qoyulan bir problemi anlayış kimi nəzərdən keçirməyi, onu konsepti olaraq anlamağı hədəfləyirik ki, uşaq əsas suala yönlənsin. Və hər kəs öz fikrini bildirdikdən sonra əsas sual və ya yoxlamalı olan fərziyyə irəli sürülür. Sonra isə məntiqi davam olaraq araşdırma başlayır. O əsas sual əsasında, araşdırma əsasında da uşaq təcrübə aparır, datalar, məlumatlar əldə edir, nəticədə səbəb əlaqələr müəyyənləşdirərək analiz edir. Bu isə araşdırma sualının cavabının tapılmasına, fərziyyənin yoxlanılmasına və yeni biliklərin yaradılmasına gətirib çıxarır. Növbəti addımda isə artıq nəticəni ortaya qoyuruq və burada əvvəlcədən qoyulan sual və fikirlə araşdırma deməli qarşı-qarşıya qoyulur və bütün bu addımlar arasında kəskin bir keçid yoxdur əzmənlər, biri digərinin davamıdır ardıcıllıqla. Sonda isə araşdırmadan əldə edilən nəticələr sinif yoldaşları ilə, müəllimlə müzakirə olunur və refleksiya edilir. Və hər nə qədər müzakirə mərhələsi sonunda vurğulansa da, əslində bu proses boyunca bütün elementlərin hamısı ola bilər. Sorğu və araşdırma əsaslı öyrənmə çox önəmlidir. Deməli, biz onun komponentlərinə bir də diqqət edirik, yönləndirdik, əsas sual və hipotez irəli sürürdü, araşdırdıq, nəticədir, ən sonunda isə müzakirə etdik. Burada isə sizə bir çox başqa nümunələr göstərilib əzmənlər. Deməli, orada niyə A bitkisi B bitkisinə yaxşı inkişaf edib kimi sual qoyulur və onun əsasında uşaqlar, bax, bu bütün mərhələlərin hamısı riayət olunur. Yəni, o özünüz üçün oxuya bilərsiniz, amma mahiyyət etibarilə çox sayədədir. İndi isə mən sizlərə başqa vacib olan bir məqamı önəmli bir hissədir, onu izah eləyəcəm. Tədris prosesində sorğu və araşdırma əsaslı öyrənmədə artıq 5Y modelindən istifadə edilir. Hazırda bildiyiniz kimi təbiət fənnin dərsliyində 5Y modelinə uyğun tətbiq olundu. Daha sonra isə artıq demək olar ki, get-gedə biz artıq bu modelin digər fənlərdə də istifadəsi nəzərdə tutulur. Əzmənlər, əvvəllər biz fəal təlimin xatırlayırsa 7 mərhələsinə uyğun dərslərimiz var. İndi isə deyir 5Y modelinin təbiət fənni.
Birinci maraq oyadırıq. Bir növ motivasiya kimi eynidir. Məqsəd şagirdlərin ilkin bilikləri ilə dərsin təlim nəticəsi sorusuna əlaqəni qurmaq, mövzuya, tədqiqata yönləndirməkdir. İkincidə araşdırma, qeyd olunan kimi araşdırma əsaslıdır. Şagirdlər burada fəal iştirak edirlər və artıq konkret nəticələrdən ümumi anlayışa keçid üçün hazırlıqlı olurlar. Üçüncüdə isə izah etmədir. Yəni burada araşdırma etdi. İndi isə müəllim şagird fəaliyyətində bildiklərini ümumiləşdirir və nə edirlər? Termin, anlayış, qanunluqları təqdim edən, izah edirlər. Müzakirə əsasında. Dördüncü isə əziz müəllimlər, möhkəmləndirmədir. Burada əvvəlki biliklə daha deməli, mərhələli olaraq əlaqəlidir. Yəni, əvvəlki mərhələnin davamı olaraq dərinləşdirir. Məsələn, yeni misallar, nümunələr göstərir və s. Beşincidə isə artıq qiymətləndirir. Yəni, artıq refleksiya edir. Sonuncu mərhələ şagirdlərin refleksiya etməsidir. Burada müəllim tərəfindən tapşırıq vermə, yaxud da ki, qiymətləndirmə əyalarına uyğun şagirdin özünü qiymətləndirmə həyata keçirilə bilər. Ümumiyyətcə, sorğu və araşdırma tipli deməli, öyrənmənin çox üstünlükləri var. Məsələn, uşaqlar üçün daha maraqlı olur, uşaqlar cəlb olunduqları fəaliyyətlərdə təcrübə şəklində bacarıqlar əldə edirlər, biliklər dərinləşdirilir, uzunmüddətli yaddaşda ötürülür, şagirdlərin inkişafı üçün açıq müşahidə həyata keçirilir, hər bir şagirdin müxtəlif bacarıqlarının inkişafına yönləndirilir. Yəni, hər nə qədər sorğu və araşdırma tipli öyrənmə şagird mərkəzi olsa da, burada bizə yenə də müəllimin rolunun, fasilitator rolunun əvəzsiz olduğunu bir daha görürük. Müəllim bu zaman diqqət etməlidir ki, şagirdlərin mövzuya giriş üçün şagirdlərin diqqətini cəlb etməlidir, onları araşdırmaya yönləndirməlidir. Qeyd olunan sual və problem, demək, şagirdlərin müzakirəyə, dialoqa təşviq yenə müəllimin öhdəsinə düşür. Buna rəhbərlik eləməlidir. Ehtiyaca görə şagirdləri qruplaşdırmalıdır, bütün siniflə müzakirə etməlidir. Müzakirəni diqqətlə izləmələri üçün çalışmalıdır ki, uşaqlara mülahizələri korrekt etsin, eyni zamanda onları daha yaxşı anlaması üçün əlavə informasiyaları təqdim etsin. Bir sözlə, öyrənməni mənalı etmək üçün şagirdlərin mövcud təcrübələrindən istifadə etməlidir. Yəni, nə qədər desək də ki, şagird yönümlüdür, amma əziz müəllimlər, bizim rolumuz da çoxdur. Yəni, biz çalışmalıyıq ki, bu